The passage is mainly about mətn əsasən nə haqqındadır? Mətnimiz qeyd etdiyimiz kimi Lee adlı yatan rəssam haqqındaydı və həmin rəssamda qeyri-adi bacarıq olduğuna görə, yəni ümumi mətnimizin məlumatı Lee'nin qeyri-adi bacarığı, yəni Y variantı olaraq götürülür. Digər variantlarda The Sleeping Artist Exhibition, yatan rəssamların sərgiləri, təbii ki, bütün rəssamlardan danışılmadığı üçün A variantı yanlışdır. Lee's Famous Paintings, Lee'nin məşhur rəsm əsərləri. Burada rəsm əsərləri haqqında ətraflı məlumat verilmədiyi üçün doğru deyil. The Simplicity of the Human Brain, insan beyninin sadəliyi. Ən sonda insan beyninin çox güclü və sirlə dolu olduğu deyilir. Ancaq ümumi mətndə insan beyni haqqında olmadığı üçün doğru deyil. The Subconscious Part of the Brain, beynin şuuraltı hissəsi. Və təbii ki, burada əsas beyni tədqiq etmədiyimiz üçün mətnə ad olaraq düzgün başlıq kimi verə bilmərik. Doğru cavabımız Y variantı götürülür.